Bir dənə bu mənzərəyə bax, buna bax, buna bax, buna bax. Bax, bax, bax. Bu özü 1 litrdir. Yəni bir deyim, vurun, vallahi adama vurmaq qalırmış. Birincisi, sizin vurmaq deyib təbliğ etdiyiniz şeyə görə hər il ölkəmizdə yüzlərlə qətl baş verir. Hər il ölkəmizdə minlərlə ailə dağılır və nə qədər insan öz hörmətini, etibarını itirir. İkincisi, vallah sözü Allahın böyük adlarından və antlarındandır. Allah hətta haqlı olduğun yerdə belə bu antlardan istifadə etməyi məsləhət görmür, bəyənmir. İndi siz gəlib Allahın ən çox mübarizə apardığı, ən nifrət etdiyi şeyi təbliğ edərkən Allahın ən gözəl ad və antlarından birindən istifadə etməyiniz qətiyyən yol verilməzdir. Nə oldu axı bizim bu cavanlarımıza? Biri 5 dənə artıq like qazanmaq üçün cəmaatın namusunu yarıçılpaq vəziyyətdə videoya çəkir, biri də 5 manatı artıq pul qazanmaq üçün Allahın ən çox mübarizə apardığı şeyi təbliğ edərək Allahın ən gözəl ant və adlarından birindən istifadə edir. Əvvəllər cavanlarımız dinsiz, imansız olsa da ara qalanda onu bir şeyə büküb aparardılar ki, cəmaat görməsin. Başqasının namusuna hörmət qoyardı. Deyə bilərsiniz ki, ant mənimdir, video mənimdir, özüm bilərəm. Nə istəsəm ant içərəm, nə istəsəm çəkərəm. Doğrudur, ancaq bizim valideynlərimiz, dostlarımız, ailəmiz qarşısında öhdəçilik və məsuliyyətimiz olduğu kimi cəmiyyətin qarşısında da öhdəçilik və məsuliyyətlərimiz var. Haqq hesab günündə bizdən valideynlərimiz, övladlarımız, ailəmiz barəsində soruşulduğu kimi cəmiyyətlə necə davrandıq, o da soruşulacaq. Mən demirəm, hamı gəlsin cəmiyyətə fayda versin. Faydavız lazım deyil. Ən azından zərər verməyin.